şəhidimiz Rauf Əsgərov. Rauf 1978-ci il noyabrın 2-də Gəncə şəhərində anadan oldu. 1-ci sinifi 29 nömrə məktəbdə oxudu və o Rus bölməsində idi. Sonra Rus dilindən imtina etdi və Azərbaycan bölməsinə 44 nömrə məktəbə daxil oldu. Naxçıvan şəhərinin Şahbuz rayonunda hərbi xidmətinə başladı. Həmin müddət ərzində Raufun yüksək nailiyyətləri oldu və baş leytenant adı ilə o geri döndü. Geri döndüyü müddətdə bir neçə yerlərdə işlədi. Sentyabrın 27-də müharibənin başlanması elan olundu. Rauf hərbi komissarlığa gedərək deyib ki, mən könüllü olaraq müharibəyə getməliyəm. Ancaq bunun gedib hərbi komissarlıqda yazılmasından heç bir ailəmizin heç bir nümayəndəsi xəbəri olmayıb. Hər şey yaxşı olacaq. Bu Füzuliyə yollandı və bu Gəncə hadisələri başlanan vaxtı o hər gün də bizlə danışırdı. Birinci mənlə danışırdı, sonra deyirdi uşaqları, bir-bir uşaqlarla danışırdı. Sonra yoldaşıyla danışırdı. Deyirdi ki, hər şey yaxşı olacaq, narahat olma günə. 26-sı günü səhər tezdən bizlə danışdı. Ondan sonra 27-si günü bacım bu xəbəri bizə çatdırdı. Onu gətirdilər. 28-ci günü dəfn olundu Gəncə Şəhidlər Xiyabanında. Yaşad Fondu fəaliyyət istiqamətləri çərçivəsində şəhidimiz Əsgərov Rauf Vaqifoğlunun övladları üçün dəstək tədbirləri reallaşdırır. Hazırda şəhidimizin hər üç övladı Rüqəyya, Ramilə və Təqi Yaşad Fondunun vəsaiti hesabına Gəncə şəhərində Xəzər Universiteti Dünya Məktəbində təhsil alırlar. Həmçinin onlar fond tərəfindən gerçəkləşdirilən müxtəlif tədbir və layihələrin iştirakçısı olub və məktəbli ləvazimatları ilə təmin ediliblər. Rüqəyya 2025-ci ildə London şəhərində Yaşad Yay məktəbində də iştirak edib. Çalışıram dərslərimi yaxşı oxuyam, yaxşı nailiyyətlər qazanam və ingilis dili səviyyəmi artıram. 9-cu sinif buraxılış imtahanından yüksək bal topladığıma görə Yaşad Fondunun seçdiyi 10 şəhid uşaqlarından biri oldum. Digər uşaqlarla birgə Londona səyahət elədik. Təkcə ingilislərlə yox, ayrı millətlərlə də tanış olmuşduq. Dərslərimiz çox maraqlı keçirdi. Dərslərdən də əlavə biz gedirdik Londonun ən tanınmış yerlərində gəzməyə. Yaşad Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı Yaşad.gov.az rəsmi internet saytının hesabatlar bölməsindən əldə etmək mümkündür.